Amma qaraciyər göstəriciləri, orada fermentlər var, onlar hamısı normadadır. Və bu normada olduğu təqdirdə bu təhlükə törətmir. Sadəcə olaraq, haçansa bir stres nəticəsində, bir yorğunluq, yaşdaşma nəticəsində bu yenidən bürüzə verə bilər. Bax, bu kimi təhlükələr var. Bunları necə bir dəfəlik yox eləmək olar, deyim. Bədənin tam virus əleyhinə kompleks müalicə etməklə. Bu da elə bir asan məsələ deyil. Burada həm universal virus əleyhinə vasitələri, həm immunomodulatorlardan istifadə eləmək, yeri gəlmişkən mən çox geniş istifadə elədiyim Arabinoxilan, bir ay bundan öncə biz Yaponiyaya getmişdik bu şirkətin Daiwa farmasevtikalın dəvəti ilə. Yəni, bax, bu sırf hepatitlərin və xərçəngin immunitetinin qaldırılması üçün çox gözəl vasitədir Arabinoxilan. Və xüsusi tədqiqatlar da var hepatitlərin istifadəsində və belə bir vasitələri istifadə etdikdə həmən o hepatitdən uzun müddətdə, heç olmasa bir il ərzində, onda tam qurtarmış olar. Yəni, vasitələr var, amma yenə də həmişəki kimi deyirəm, daha çox yaxşı olardı ki, hepatoloqlara, virusoloqlara onlarla məsləhətləşir və onlar ola bilsin ki, daha yaxşı bir şey təqdim edə bilərlər.